Hər birinizə salam. Bu videoda sizlərə trading dünyasında son dövrlərdə ciddi şəkildə inkişaf edən Bitget platforması haqqında danışmaq istəyirəm. Bir çoxunuz Bitgeti sadəcə spot, futures və ya cop trading üçün istifadə olunan bir kripto birjası kimi tanıyırdınızsa, artıq bu fikir tam dəyişibdir. Çünki son dövrlərdə Bitget tamamilə yeni bir mərhələyə keçibdir. Yəni artıq burada təkcə kripto yox, eyni zamanda səhmlər, forex bazarı, qızıl və digər əmtələr kimi ənənəvi maliyyə alətləri ilə də trade etmək mümkündür. Başqa sözlə desək, Bitget artıq kripto ilə ənənəvi bazarlar arasında real bir körpü qurur. Amma məsələ təkcə bununla da bitmir. Hal-hazırda platformada çox maraqlı və sərfəli bir kampaniya aktivdir. Düşünürəm ki, bunu qaçırtmaq olmaz. Mən daha öncə də Bitgetin bir kampaniyası haqqında video çəkmişdim. Bu kampaniya da çox yaxşı olduğu üçün bunu da sizlərə tanıtmaq istədim. Ona görə də gəlin ilk öncə kampaniyanın detallı şərtlərinə baxaq, sonra isə platformanın içində sizə başqa funksiyaları göstərəcəm. Bitget CFD çempionatı bu kampaniya aktiv ticarət edənlər üçün çox yaxşıdır. Burada siz birinci yerə çıxsanız $4000 bir mükafat əldə edə bilərsiniz. Kampaniyanın bitməyinə 13 gün qalıbdır. Yəni 13 gündən sonra artıq kampaniya yekunlaşır. Buna görə də tələsmək lazımdır. Mən də videonu tez bir şəkildə çəkdim ki, sizinlə tez paylaşım. Bu qeydiyyatdan keçin hissəsinə toxunaraq kampaniyaya siz də qoşula bilərsiniz. Burası vacibdir. Yəni bura klikləməlisiniz. Daha sonra sirli qutu, TradFi xal kampaniyası və CFD sıralama kampaniyası olaraq 3 hissəyə ayrılır. Sirli qutuda siz gündəlik burada həcmləri tamamlayaraq qutular aça bilərsiniz. Yeni istifadəçilər isə 5000 həcm yaratdıqları zaman çox sadə, asan bir şəkildə bir qutu aça bilirlər. Gündəlik 4 qutu açma şansınız var. Burada da göstərilir 1, 1 və 2 aça bilirsiniz. Yəni burada göstərilən həcmlər var. Hansı ki siz o həcmləri tamamlasanız, yəni o həcmləri yaratsanız, qutu açaraq hədiyyələr qazana bilərsiniz. Burada hər birinə ticarət sözünə basaraq bu tapşırıqları yerinə yetirib aşağıdakı qutuları aça bilərsiniz. Burada da qutulardan çıxan hədiyyələr göstərilir bizə. İkinci etkinlikdə isə TradFi xal kampaniyasıdır. Burada biz gündəlik həcmlər yaradaraq xallar qazanırıq, yəni kredilər qazanırıq. Bu kredilərlə də hədiyyələr alırıq. Burada məsələn 50.000, 100.000, 200.000 qeyd olunubdur. Bunlar bizim yaratdığımız həcmlərdir. Biz hər dəfəsində həcm yaratdığımızda burada məsələn 50.000 yaratmışıqsa 1 xal qazanırıq, 100.000 yaratmışıqsa 2 xal qazanırıq. Bu formada xalları toplayırıq və sonda xalımıza uyğun olaraq hədiyyə qazanırıq. Bu kampaniyada TradFi qisminə aid olduğu üçün burada qeyd olunan cütlüklərə əməliyyat açılmalıdır. Zaten qızıla açılan əməliyyat buradakı həcmləri yaratmaq üçün çox asandır. Yəni qızılın verdiyi həcm çox yüksəkdir. Burada daha sonra CFD kampaniyasına keçək. Burada da yenə 40.000 USD bölünür, paylanır. Burada da yeni yaratdığınız həcmə uyğun olaraq mükafatlar qazanırsınız. Məsələn, birinci yerin qalibinə 4000 USDT hədiyyə verilir, ikinci yerin qalibinə 2000 verilir. Burada hətta göstərim sizə. Məsələn, birinci yerin qalibi burada 4-5-ci sıralamada olan 500 USDT qazanır. Bu həcmlər yarandıqca sizin qazandığınız USDT miqdarı da artmış olur. Məsələn, 15 milyon yaradırsa 150 USDT qazanır. Burada hal-hazırki aktiv sıralamanı da göstərim sizə. Məsələn, bu şəxs 30 milyonu artıq keçdiyinə görə 300 USDT mükafat qazanıb. Aşağıdakı şəxs isə hal-hazırda 30 milyona çatmadığı üçün bu isə 150 USDT qalıb. 30-u keçəndən sonra onunki də 300 olacaq. Yəni bunun da qazanc sistemi bu formadadır. Kampaniya bu şəkildədir. Düşünürəm ki, yararlanmağa dəyər. Burada, yəni dediyim kimi, linklərdə hər birini aşağı yerləşdirəcəm. Kompüterdə giriş yerini tapmadım, burada yoxdur. Amma telefonda və yaxud da planşetdə siz açdığınız zaman rahat şəkildə bu kampaniyaları tətbiqin içərisində görəcəksiniz. Burada isə biraz Bitgetin içərisini göstərmək istəyirəm. Gördüyünüz kimi kripto tərəfi var, amma sadəcə bununla məhdudlaşmır. Burada səhmlər qismi var.
Bütün şirkətlərin demək olar ki, səhmlərini, burada görə bilərsiniz. Hamısı burada listələnir. Çoxdur, hər birini, göstərə bilməyəcəm sona qədər. Hətta Tesla kimi şirkətlərin aktivləri mövcuddur və bunlar USDT üzərindən təqdim olunur. Yəni siz, burada gördüyün kimi səhm futureslar var. Məsələn, Teslaya toxunaq. Bu hissədə biz həmən səhmə gündəlik al-sat əməliyyatları aça bilərik. Bildiyimiz kimi 2 yanaşma var. Birincisi klassik şəkildə alıb saxlamaq, digəri isə aktiv üzərində qısa müddətli al-sat əməliyyatları açmaqdır. Yəni Bitget bizə bu şansı verir ki, biz həmən səhmləri həm alıb saxlayaq, həm də ki, onun üzərində gündəlik al-sat əməliyyatları aça bilək. Yəni qaldıraçlı işləmlər var. Daha sonra TradeFi qismi var. Bu da bayaqda kampaniyaları bunun üzərindən izah etdim. Bildiyimiz Forex, yəni Forexi birjanın içərisinə gətiribdilər. Bu hissədə metallar, daha sonra indekslər, ən çox istifadə edilən Forex cütlükləri və əmtələr mövcuddur. Əlavə olaraq, futures tərəfində ticarət üçün, komissiyalar həddən artıq çox aşağıdır, digər birjalardan daha aşağıdır demək olar. Forex tərəfində də yenə spirit azdır. MT5-ə qoşub rahat şəkildə orada, işləyə bilirsiniz. Bu Bitgetin içərisində yəni özünün belə kampaniyaları olur, gündəlik ticarət, ödülləri falan olur. Yəni bunları da aktiv şəkildə istifadə eləyib, məsələn, qızıla hər gün açdığım əməliyyatlarda mənə 10 USD, 20 USD mükafat gəlirdi. Bu hissədə isə yeni kampaniyalar gəldikcə buralardan izləyə bilirsiniz. Yəni həm futures, həm də CFD tərəfi üçün aktiv kampaniyalar mövcud olur. Yəni elə bir gün yoxdur ki, burada kampaniya olmasın. Hətta Bitgetin sırf mənə özəl kampaniyası da mövcud idi. Yeni istifadəçilərə 50 USDT bonus hədiyyəsi var idi. Şərtlər də çox sadə idi. Yəni mənim referral linkimlə qeydiyyatdan keçirdin, 100 USDT bonus yatırıb 24 saat balansda saxlayırdın. Bu formada 10 USDT qazanırdın. Daha sonra isə ticarət həcmləri yaradaraq digər bonusları da əldə eləyib ümumilikdə 50 USDT-lik bir bonus əldə eləyirdin. İnşallah bu kampaniyanı yenidən aktivləşdirməyi düşünürəm. Son bir gün qalıbdır. Sabah kampaniya müddəti bitəcək. Bu şəkildə həm sizlər üçün, həm də mənim üçün faydalı olan şeyləri paylaşmağa çalışacağam. Telegram kanalını izləmədə qalın, çünki orada da futures tərəfi üçün olan kampaniyanı göndərəcəm. Ona da qoşula bilərsiniz, əgər Forex tərəfində işləmirsinizsə. Və bu yaxınlarda keçirəcəyim Bitget giveaway-dən də xəbərdar olmaq üçün yenə də izləmədə qalın. Hər birinizin bayramı mübarək, həm Novruz bayramınız, həm də Ramazan bayramınız mübarək. Sağ olun, salamat qalın. Videonun sonunda sizə qısa şəkildə bu həcm məsələsini izah eləmək istəyirəm. Çünki bir çoxunda bu sual altında qalır ki, həcm nəyə əsasən hesablanır? Burada aşağıda TradeFi hissəsinə daxil oluruq. CFD də yazıla bilər, TradeFi də yazıla bilər, fərqi yoxdur. Burada mən qızılı seçirəm, çünki ən çox həcm ona verilir. 0.01 lot seçdiyim zaman aşağıda 4800 yazılıb. O normalda 5000 olur. Deyək ki, bir əməliyyatı açıb bağlayırsınız, artıq sizə 10.000 həcm vermiş olur. Bu 0.1 lot olduğu zaman 100.000 olur. Yəni o rəqəmləri gözdə böyütməyə ehtiyac yoxdur. Əgər scalp eləyirsinizsə, bu həcmləri yaratmaq sizin üçün çox daha asan olacaq. Burada yuxarıdakı 3 nöqtəyə basıb CFD məlumatlarına toxunaraq da MT5-ə bağlayıb, orada da rahat şəkildə işləmlər aça bilərsiniz. Yəni bu qədər sadədir. Bir daha sağ olun.